Azərbaycan hekayələri. Şəhər siçanı və kənd siçanı. Biri var idi, biri yox idi. Şəhərdə yaşayan bir siçan var idi. Bir gün o, kənddə yaşayan dostunun şəklini tapır. O dostunu ziyarət edərək sevindirmək qərarına gəlir. Bu yerdən necə də pis, iyi gəlir. Hər yerdən ferma heyvanlarının iyi gəlir. Gərək dostumun evini tez tapım. Salam, mənim əziz dostum. Necəsən? Mən yaxşıyam. Səni sevindirmək istədim. İşə bir bax. Kəndə xoş gəlmisən, mənim əziz dostum. Məni görmək üçün bu uzun yolu gəldiyinə elə çox sevinirəm ki. Dostlar uzun-uzadı söhbətə başlayırlar. Çox uzun yol gəlmisən. Yəqin ki, indi yorğunsan. Biraz yuyunmaq istəyirsən? Mən isə o vaxta qədər sənə yemək hazırlayım. Kənd siçanı fermaya tərəf getdi. Şəhər siçanı isə əl üzünü yuyurdu. İndi isə gedim, təzə yetişən tərəvəzlərdən gətirim. Bu zaman şəhər siçanı yuyunarkən bütün suyu işlədib qutardı. Burada nə az su varmış. Mənim şəhərim burdan qat-qat yaxşıdır. Qanı qaralmış şəhər siçanı həyətə çıxdı. Gəl yeməyimizi həyətdə yeyək. Sənin üçün hər şey hazırlamışam. Kənd siçanı masaya şirin kartof, təzə çuğundur, qarğıdalı və təzə sağılmış süd düzmüşdü. Sən niyə əyləşmirsən? Kənd siçanı şəhər siçanına qulluq eləyirdi. Deməli, sən kənddə belə qidalanırsan? Çox dadsız, tamsız yeməklərdir. Kənd siçanı dostuna nə qədər yaxşı təəssürat bağışlamağa çalışsa da, alınmırdı. Yeməkdən sonra kənd siçanı şəhər siçanına fermanı göstərmək qərarına gəlir. Burada hava necə də təmizdir. Güllərin ətrini belə hiss edə bilirəm. Bu yaşıllıq nədir belə? Bu, təzə yetişmiş noxuddur. Sonra onlar nəm peyinin yanından keçdilər. Buradan necə pis iyi gəlir. Mənim şəhərim o qədər təmizdir ki, əziz dostum, düzünü desəm, sənin yaşayış tərzin və yediyin yeməklər heç xoşuma gəlmədi. Ətraf həşərat və zibillik ilə doludur. Mənim şəhərimə gəl. Bunların hamısını unudacaqsan. Yeməyim xoşuna gəlmədisə, təəssüf eləyirəm. Amma burada mənim yeməyim təmiz və təravətlidir. Mən istəyirəm ki, sən bir neçə günlük şəhərə, mənim yaşayış tərzimə baxmağa gələsən. Mən səni pendirə, makarona, qoz fındığa, nəyə desən qonaq edərəm. Çox yaxşı fikirdir. Əminəm ki, xoşuna gələcək. Şəhər siçanı getmək üçün əşyalarını toplamağa başladı. Artıq mən getməliyəm. Çox sağ ol. Əla vaxt keçirtdim. Tezliklə şəhərdə görüşərik. Siçanlar qucaqlaşıb bir-birinə əl eləyərək sağollaşdılar. Bir neçə gündən sonra kənd siçanı şəhər siçanının yanına getmək üçün əşyalarını yığırdı. Nə qədər hündür binalar, parlaq maşınlar var burada. Burada çoxlu dadlı yemək yeyəcəm. Mən bu şəhərə vuruldum. Wow! Bu nə səs-küydür? O, axır ki, şəhər siçanının evinə çatır. Xoş gəlmisən mənim əziz dostum. Mənim evimə xoş gəlmisən. Şəhər siçanı kənd siçanını içəri dəvət eləyir. Bir qədər danışandan sonra qulluqçu masaya yemək gətirir. Şəhər siçanı yeməyini hiss eləyib deyir:
Aa, budur dostum. Yemək hazırdır. Gəl gedək. Kənd siçanı bu yeməkləri yeyəcəyinə sevinirdi. Nuş olsun dostum. Burada pendir, süd, makaron, çörək, fındıq yağı, tort və meyvələr var. Çox sağ ol. Sənin yaşayışın çox xoşuma gəldi. Düşünürəm ki, sənlə burada qalacağam. O yeməyə başlayan kimi qulluqçu yenə qayıtdı. Onun əlində siçanları qovmaq üçün çubuq var idi. Ay sizi yaramaz varlıqlar. Gedin buradan. Gəl, qaç. Gizlənək. Şəhər siçanı çox çaşqın halda idi. Narahat olma dostum. Qulluqçu gedən kimi yeməyə gedəcəyik. Siçanlar qərara gəldilər ki, hələlik gəzintiyə çıxsınlar. Gəl, sənə hər növ yemək tapa biləcəyin bir yer göstərim. Nə? Bu nədir belə? Buradakı ən tanınmış dükan. Birdən siçanlar böyük sürətlə onların üstünə qaçan pişiyi gördülər. Tələs, gizlən. Bu nədir belə? Qorxudan nəfəsim kəsilir. Sakit ol. O böyük kök pişik tezliklə çıxıb gedəcək. Sən sakit ol. Pişik gedən kimi siçanlar dükana daxil oldular. Kənd siçanı qəribə bir əşya görüb soruşdu. Bu nədir belə? Ehtiyatlı ol. Bu siçan tələsidir. Siçan tələsi nədir belə? Bilmirəm necə başa salım. Tələnin içindəki pendiri götürmək istəyən kimi orada ilişib qalacaqsan və heç vaxt azad ola bilməyəcəksən. Ürəyim az qala partlayacaqdı. Burada baş verənlər məni yaman yordu. Hə, yaxşı görüm, şişirtmə. Sadəcə ehtiyatlı ol. Bilirsən, mən hər şeydən qorxub qaçmaqdan, oppanmaqdan, gizlənməkdən yoruldum artıq. Mən şəhərə bunun üçün gəlməmişdim. Amma Qərara gəldim ki, öz evimə qayıdım. Ora çox sakit və rahatdır. olanlara görə üzr istəyirəm. Məncə, kənddəki təzə təravətli yeməkləri yemək, buradakı təmtəraqlı yeməkləri qorxu içində dadmaqdan xoşdur. Sadə yaşamaq bu cür cəhcəlalda yaşamaqdan daha yaxşıdır. Kənd siçanı öz evinə qayıdıb ömrü boyu orada xoşbəxt yaşadı.